Salam əziz tamaşaçılar. Müqəddəs Ramazan ayında hər birinizi xoş gördük. 11 ay tamam oldu və Ramazan yenidən evlərimizə qonaq gəldi. Ramazanın feyzini, bərəkətini yenidən yaşamaq üçün qarşımızda çox gözəl bir fürsət var. Bu münasibətlə Ramazan ayının ilk verilişində İslam dinində oruç ibadətinin, Ramazan ayının əhəmiyyəti haqqında, bu ibadətin digər dinlərdəki yeri haqqında söhbət açacağıq. Bugünkü verilişimizdə bu məsələləri müzakirə edəcəyik. Həm söhbətim Şəhidlər Məscidinin imamı, ilahiyyatçı Şaiq Əliyevdir. Şaiq müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Şaiq müəllim, Ramazan ayının ilk verilişində sizinlə görüşürük. Artıq mübarək Ramazan ayı daxil olub və bir baxıma möminlərin qarşısında, müsəlmanların qarşısında mənəvi yüksəlişə çatmaq üçün, ibadətlərin feyzindən və bərəkətindən istifadə etmək üçün, bol-bol nəsiblənmək üçün uzun bir ay var. Amma bunlardan əvvəl bəlkə də bu günlərdə yerinə düşərdi ki, biz oruç ibadəti haqqında, Ramazan ibadəti haqqında biliklərimizi təzələyək. Mən bununla bağlı ilk sualımı belə qoymaq istəyərdim. Quran-ı Kərimdə Ramazan orucu və ya orucun əhəmiyyəti, bu ibadətin mənəvi dəyəri haqqında nələr qeyd olunur, bu barədə aydınlıq gətirəsiniz. İlk öncə təşəkkür edirəm hamınıza və bütün xalqımız üçün bu Ramazan ayı xeyirli, faydalı və bərəkətli olsun. Uca Allah Quran-ı Kərimdə Ramazandan bəhs etdiyi ayələr Bəqərə surəsinin 183, 184, 185, 187-ci ayələri bizim önümüzə çıxır. Və xüsusən də Ramazan ayı haqqında Uca Allah Quran-ı Kərimin 185-ci ayəsində buyurur ki, Bismillah, şəhru Ramazan əlləzi unzilə fihil Qur'an, hudəl linnəsi və bəyyinətin minəl hudə vəl furqan. Fəmən şəhidə minkumu şəhrə fəlyəsum. Uca Allah buyurur ki, Quran-ı Kərim Ramazan ayında nazil oldu və elə bir ayda nazil oldu ki, o Quranda möminlər üçün hidayət qaynağı, möminlər üçün haqqı batildən ayırmanın dəlilləri vardır. Hər kim bu aya qovuşarsa, bu aya yetişərsə, oruç tutsun. Deməli, biz Quran-ı Kərimdə Bəqərə surəsinin 185-ci ayəsində artıq Ramazan ayı ilə tanış olmuş oluruq. Və oruca gəldikdə isə Uca Allah elə həmin bu söylədiyimiz ayədən öncə əvvəlki ayədə Bəqərə surəsinin 183-cü ayəsində belə buyurur. Bismillah, Yə əyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman edənlər, oruç tutmaq sizə fərz buyuruldu, sizin üçün vacib edildi. Necə ki, sizdən əvvəlki ümmətlərə də bu vacib və fərz edilmişdir. Biz buradan da orucun müsəlmanlar üçün, möminlər üçün və eləcə də bizdən əvvəlki bildiyimiz, bilmədiyimiz ümmətlər üçün vacib edildiyinin biz şahidi olmuş oluruq. Şaiq müəllim, bu mövzuya gələcəyik. Orucun digər dinlərdə yeri, başqa dinlərdə bunun nə əhəmiyyət kəsb elədiyinə dair. Amma mən istərdim Peyğəmbərin hədislərində və ya dini ədəbiyyatda Ramazan orucunun fəzilətinə dair nələr deyilir? Ramazan orucu niyə əhəmiyyətlidir? İslamın eyni zamanda 5 şərtindən biridir və bütün müsəlmanlara vacibdir. Bu öhdəlik qarşısında uca dinimizin bizə tövsiyə etdiyi və ya vəd etdiyi mükafat nədən ibarətdir? Bu ayın fəzilətləri nədən irəli gəlir? Peyğəmbər Əfəndimiz İslamdan danışanda, müsəlmanlara İslamı başa salanda bir hədisində deyir ki, İslam 5 təməl üzərində qurulmuşdur. Şəhadət, onu qəbul etmək, onu söyləmək, iqrar etmək, inanmaq, namaz qılmaq, oruç tutmaq, yəni Ramazan orucunu tutmaq, imkanı olanların həccə getməsi və həmçinin də zəkatı vermək. Buradan da görürük ki, Ramazan orucunu tutmaq İslamın olmazsa olmaz 5 əsasından, şərtlərindən biridir. Həmçinin Peyğəmbər Əfəndimizdən rəvayət olunan bir çox hədislər vardır ki, onlar hamısı bir-birindən belə fəzilət baxımından üstün görünən, bilinən hədislərdir. Məsələn, Peyğəmbər Əfəndimiz kim inanaraq və fəzilətini, savabını Allahdan umaraq
Ramazan orucunu tutarsa onun keçmiş günahları bağışlanar. Bu hədisin digər versiyası, variantı isə belədir ki, kim inanaraq və savabını Allahdan umaraq Ramazan orucunu tutarsa, o cənnətə daxil olar. Hətta Peyğəmbər Əfəndimizdən bir hədis rəvayət olunur ki, insanlar əgər Ramazanın fəzilətini, onun qədir və qiymətini yaxşı bilmiş, anlamış olsaydılar, bütün ilin Ramazan olmasını arzu edərdilər. Və eyni zamanda Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və alihi və səlləm buyurmuşdur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirlənər. Və bu kimi hədislər bizə onu deməyə əsas verir ki, Ramazan olduqca fəzilətli bir aydır, olduqca dəyərli və qədir qiyməti bilinəcək bir aydır. Həqiqətən kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur. İman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. Eyni zamanda bərəkətli bir aydır. Bunu biz insanların ibadət həyatında görürük. Yəqin siz də bunu müşahidə edirsiniz. Gündəlik ibadətlərini yerinə yetirməyən bir çox insan belə görürsünüz ki, Ramazan ayında başqa bir ab-ı havada olur və Ramazan ayında oruç tutmağa başlayır. Digər ibadətlərində müəyyən qədər yerinə yetirməyən insanlar belə bu ayda xüsusi bir mənəvi ab-ı havaya bürünürlər və ibadətlərini orucla belə deyək bəzəyirlər, orucu əsas ibadət kimi yerinə yetirirlər. Bu çox gözəl bir haldır. Bəlkə də Ramazanın o ictimai yaşanan, toplu yaşanan bir ibadət olmasından irəli gəlir. Belə görünür ki, bu ibadət Allahın insanlara ümumi olaraq bir buyruğudur və tərbiyələndirmə baxımından, insanları yetişdirmə baxımından mühüm funksiya icra etdiyinə görə bütün ümmətlərə tövsiyə olunubdur. İstərdim bax bu digər dinlərdəki oruç ənənəsi ilə bağlı da mövzuya toxunaq. Oruc ibadəti bizim bildiyimiz, bilmədiyimiz, bizə məlum olan, məlum olmayan bütün insanlığa, bütün ümmətlərə vacib edilmişdir, fərz edilmişdir. Məsələn, Musəvilikdə bu xüsusi bir gün şəklində oruc qeyd olunur və insanlar bu günə tövbə günü, peşmanlıq günü olaraq bunu anlayırlar, başa düşürlər və buna çox dəyər və qiymət verirlər. Hətta Musəvilikdə 12 yaşından etibarən artıq orucun tutulmasına başlanılır. Görürsünüz, İslamla müəyyən bənzərlikləri vardır. Xristianlıqda, İncildə oruc çox tərif edilir, çox orucdan bəhs olunur və xüsusilə şükran orucu deyirlər və həmçinin kilsə orucu deyə bir xüsusi adlar da qoyulmuş və bizim bildiyimiz Paska günləri, el arasında bildiyimiz Paska günlərində oruç tutmaq son dərəcə əhəmiyyətlidir. Məsələn, qədim o uzaq şərq ölkələrindəki dinlərdə görürük ki, məsələn, xüsusilə Buddizmdə oruca çox böyük əhəmiyyət verilir. Buddanın fikrincə, düşüncəsinə görə əbədi xoşbəxtliyə çatmanın yolu maneələri, əngəlləri aradan qaldırmaqdır. Bunu əngəlləri, maneələri aradan qaldırmanın ən gözəl yolu isə oruç tutmaqla mümkündür. Və eyni zamanda bəzi şərq dinlərində o göstərilir ki, belə qeyd olunur ki, oruç tutmaq insanın qocalmasına mane olur, onu cavan saxlayır. Həmçinin düşünürlər ki, oruç tutmaq insana səbir təlqin edir, insana iradə təlqini edir və xüsusən də biz müşahidə edirik ki, elə dinlər var ki, orada 15 günlük oruc var və sadəcə su ilə qidalanma yolu ilə bir oruc var və bu kimi şeylər nə qədər bu oruc ibadətinin bütün dinlərdə bir-birinə bənzər olduğunu bizə açıq-aşkar göstərməkdədir. Yəni əslində forma cəhətdən bənzər və ya fərqli nöqtələri də var. Digər tərəfdən məzmun baxımından da müəyyən fərqlərin olduğunu biz görürük. Mən istərdim bax bu məqamda sizdən bu məsələni soruşum. İslam dinindəki oruc əslində bütün digər ibadətlər də belədir. Əslində İslam dinindəki ibadətlərin hamısında bunu görürük. İnsana əziyyət etmək üçün deyil.
Əlbəttə. İnsanı məşəqqətə salmaq üçün deyil. Məsələn, uzaq şərq dinlərində bundan biraz fərqlilik görürük. Yəni özlərini həddindən artıq çox ad saxlamaq, müəyyən şeylərin pəhrizində ifrata getmək. Bəli. Amma İslam dininin buyurduğu ibadət formaları, eyni zamanda oruc bir mötədil ibadət forması, elə deyilmi? Əlbəttə. Əslində Kövsər müəllim, oruc, yəni buna eyni zamanda Ramazan, oruc birlikdə bir adlandıra bilərik. Əslində bir məktəbdir. İslamda tam buna biz bir məktəb deyə bilərik. Mən belə düşünürəm ki, bu məktəbin rəhbəri uca Allahdır. Bu məktəbin müəllimi Peyğəmbər Əfəndimiz əleyhissalatu vesselamdır. Bəs yaxşı, bu məktəbin ilk tələbələri kimdir? Maraqlıdır, bu məktəbin ilk tələbələri, şagirdləri Əhl-i Beytdir. Peyğəmbərin sahabələridir. Ona görə də bir müsəlman bu Ramazana daxil olanda onu bir təlim, tərbiyə ayı kimi, təlim, tərbiyə məktəbi kimi qiymətləndirəcək. Sözsüz ki, təlim, tərbiyə ayının, təlim, tərbiyə məktəbinin özünün də xüsusi dərsləri vardır. Məsələn, bir müsəlman bir işə niyyət edərək, qarşısına məqsəd qoyaraq başlayır. Məsələn, bir kursa gedəndə, bir təlim, tərbiyə özünü aid eləyəndə bir məqsədlə, bir niyyətlə başlayır. Ona görə də orucda da niyyət və məqsəd çox önəmlidir. İxlas, səmimiyyət, hətta buna ihsan duyğusu ilə yanaşmaq da deyə bilərik. Sonra başlayır bunun artıq dərsləri. Təravih başlayır, sahurlar başlayır. Bilirsiniz, Peyğəmbər Əfəndimiz nə qədər qiymət verib. Eyni zamanda Qur'an-ı Kərim ilə həmhal olma ayıdır Ramazan və iftarlar, qarşılıqlı yardımlaşma, gecə namazlarına qalxma, ibadətlərinə qalxma, bu kimi şeylər və sayacağımız bir çox məsələlər onu göstərir ki, Ramazan həqiqətən də bir təlim, tərbiyə ayıdır və bunun mənəvi havasını, mənəvi zövqünü almaq üçün onun qayda və qanunlarına riayət etmək, müəlliminə yaxşı qulaq asmaq, şagirdlərinin ilk dəfə necə, nə cür onu qarşıladığını biz də o şəkildə qarşılayıb onlar kimi yaşamağa çalışmamız lazımdır ki, biz də mənəvi zövq ala bilək. Çox doğru bir yerə gəldiniz. Mən növbəti sualımı da ondan bağlı qoyacaqdım. Bəzən biz ibadətləri edərkən onların zahiri formaları arasında ilişib qalırıq. Bəli. Yəni bizim orucumuzu nə pozar, nə pozmaz, kimi təfərrüata dair məsələlərlə çox məşğul oluruq və diqqətimizi əsasən bu istiqamətə yönəldirik. Halbuki ibadətlərdən gözlənilən məqsəd başqa bir şeydir. İbadətdən gözlənilən məqsəd sizi mənəvi olaraq kamilləşdirməkdir. Düzdür, bir ibadəti yerinə yetirmək üçün müəyyən qaydalara riayət etməliyik. Yəni, istədiyimiz şəkildə davrana bilməliyik, özümüzü müəyyən bir ölçülərə gətirməliyik. Amma işi tamamən zahirə həbs eləmək, zahirdən ibarət görmək, bu ibadətin ruhuna uyğun deyil. Mən Peyğəmbərin bir hədisini yenə xatırlayıb sözü sizə verəcəm. Neçə insan var ki, onun orucundan ona qalan sadəcə az və susuz qalmaqdır. Yəni, bu onu göstərir ki, oruc ibadəti az və susuz qalmaqdan ibarət deyil. Elə isə Şaiq müəllim, Ramazan ayında bax bu mənəvi yüksəlişi, rahat, ibadət ruhunu yaxalamaq üçün nələrə diqqət etmək lazımdır? Son olaraq istərdim ki, bu mövzunu da tamaşaçılarımız üçün aydınlaşdırasın. Hər bir əməlin niyyəti çox önəmlidir. Necə ki, Peyğəmbər Əfəndimizdən rəvayət olmuşdur ki, İnnəməl əməlu bin niyyət. Bütün əməllər niyyətlərə görə dəyər qazanır. Ona görə də oruç tutan hər bir insan Allah rızası üçün onu tutacaq. Düzdür, orucun tibbi faydaları var, orucun pəhrizlə bir çox xeyri, faydası insan üçün vardır. Amma əsas məsələ Allah rızası üçün ixlasla oruc tutmaqdır. Onsuz da Peyğəmbər Əfəndimiz də demişdir ki, kim inanaraq və savabını Allahdan umaraq, burada görürsünüz, çox önəmli bir məsələyə diqqət çəkir Peyğəmbər Əfəndimiz. Yəni, deməli, Allah üçün tutacağıq. Və biz Quran deyəndə Ramazan yada düşür. Ramazan deyəndə Quran yada düşür. Və müsəlmanın ilk əlinə alıb oxuyacağı, baş vuracağı kitab Quran-ı Kərimdir. Ona görə də biz Quran-ı Kərimi Ramazanda bol-bol oxuyub, təfəkkür edib, düşünüb, anlamaya çalışacağıq. Onsuz da Quran-ı Kərimi əlinə alan bir müsəlmanın ilk qayəsi, ilk məqsədi onu başa düşmək olmalıdır. Onun savabı var, oradan digər faydalar, şəfa, nə bilim, mərhəmət və digər xeyirlər əldə edirik.
Amma ilk məqsədimiz onu Quran-ı Kərimi gözəl şəkildə oxuyub, anlayıb, başa düşmək olmalıdır. Eyni zamanda sahurlara diqqət edəcəyik. Peyğəmbər Əfəndimiz sahur edin, çünki sahurda bərəkət vardır. Həmçinin Peyğəmbər Əfəndimiz iftar edin, çünki iftarlar müsəlmanlar üçün çox önəmli, çox əhəmiyyətlidir. Necə ki, Peyğəmbər Əfəndimiz bayaq da qeyd etdik, oruclunun 2 sevinç vaxtı vardır. Biri iftara qovuşduğu zaman, iftarı ilə orucunu açdığı zaman, digəri isə savabı ilə Rəbbinə qovuşduğu zamandır. Burada yenə dediyimiz kimi ixlas önəmlidir, səmimiyyət önəmlidir və orucun sağlamlığına, səhhətinə diqqət edəcəyimiz, ona ziyan vurmayacaq sözlərdən, ifadələrdən, baxışlardan, davranışlardan, qəlbdəki o tutumlardan uzaq durmalıyıq ki, orucumuz sağlam olsun. Səndən sərxoş edici içki və qumar barəsində soruşurlar. De ki, ikisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür. Ramazan ayında mənəvi yüksəlişlə bərabər insanların xeyirxahlıq hissləri də artır. İnsanlar daha çox yardımlaşmağa, daha çox əl tutmağa, görürsünüz ki, cəhd göstərirlər. Bu baxımdan iftar süfrələri təşkil olunur, imkansız şəxslərə yardımlar olunur. Bax, burada qısaca bu məsələyə də toxunmağınızı istərdim ki, bu xeyirxahlıqlar gözəl, bunlar öz yerində olmalıdır. Amma bəzən ifrata qaçan və ya israfçılığa yol verilən hallar olur. İstərdim bu barədə də qısa müraciətinizi edəsiniz. Bu məqamda həm izləyicilərimizə, həm bütün müsəlmanlara onu qeyd etmək yerində olardı ki, iftar süfrələrində yəni o həddən artıq göstərişdən uzaq olmaq lazımdır. Bir insanın belə deyək, doyacağı qədər, bir insanın yeyə biləcəyi qədər süfrələri bəzəsək kifayət eləyər. Çünki israf dinimizdə haramdır. Allah israfı qadağan edir. Bunun əvəzinə yetimləri sevindirmək olar, bunun əvəzinə kimsəsizləri, imkansızları sevindirmək olar. İftar süfrələrinə dəvət edərkən sadəcə tanışlarımızı, dostlarımızı deyil, sadəcə yəni filan kəsi dəvət etsəm daha yaxşı olar deyil. Yəni imkansız, yetim, kasıb, bəlkə də elə bir insan vardır ki, onun evində yeməyi yoxdur. Bəlkə də elə bir insan var ki, onun bəlkə də sahur etməyə imkanı yoxdur, iftar etməyə imkanı yoxdur. Belə insanları təsbit edib onlara yardımlarımızı etmək, onlara yardım əlimizi uzatmaq və ən gözəl odur ki, öz əllərinlə, şəxsi əllərinlə gedib o imkansızlara o yardımı göstərmək bu daha yerində və məqbul olar inşallah. Bəli. Mən sizə təşəkkür edirəm, Şaiq müəllim. Ramazan ayının gəlişi münasibəti ilə həm sizi, həm də xalqımızı bir daha təbrik edirəm. İnşallah bu Ramazanın bərəkətindən, ibadətdən mənəvi payımızı almaq üçün hər kəsin nəsiblənməyini arzu edirəm. Təşəkkür edirəm gəldiyiniz üçün, Ramazanın əvvəlində və biliklərimizi təzələdiyiniz üçün. Çox sağ olun. Sağ olun, minnətdaram. Əziz tamaşaçılar, bugünkü verilişimizdə oruç ibadəti ilə bağlı qaydaları gündəmə gətirdik. Bütün ibadətlərdə olduğu kimi oruc ibadətini də yerinə yetirməyin müəyyən qaydaları var. Onu tam təkmil şəkildə yerinə yetirmək üçün bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir. Bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.